Gültekin Hacıbəyli də demək özü əslində öz yalanını bax bu formada ifşa edib. O da çağırılıb istintaqa, o da daha doğrusu da eyni zamanda Türkiyədə olduğu müddətdə bu mövzu ilə bağlı danışıb və s. və indi bəzi fotoları da efir rejissorum sizin nəzərinizə çatdıracaq. Söhbət nədən gedir? Gültekin Hacıbəyli də bu məsələdə nələr deyib, nələr baş verib? Gültekin Hacıbəyli 30 oktyabrda dəyərli izləyicilər mediada yazılanda ki, ölkədən qaçıb, Facebook səhifəsində status yazdı ki, mən heç bir yerə qaçmamışam, yerimdəyəm, buradayam. İndi Türkiyədə tutulub və status yazıb ki, 25 sentyabrdan etibarən Türkiyədəyəm. Bu başlayaq deyir birlikdə saymağa ayları avqust, sentyabr, oktyabr belə çıxır ki, 30 oktyabrda statusu Türkiyədən yazılmış ya da təqvim dəyişib sentyabr, oktyabırdan sonra gəlir. Bax bu sözləri də Barometr TV-nin təsisçisi və baş redaktoru Toğrul Kamalov bildirib dəyərlici. Statuslar arasındakı demək fərqə baxırsınız, yəni hansı tarixdə nəyi yazıb. Demək həmin jurnalist Barometr TV-nin təsisçisi və baş redaktoru eks-deputat Gültekin Hacıbəylinin özünü sosial şəbəkədə necə ifşa etməsini yazdığı statuslardan üzə çıxarıb və sözü gedən statusların screenshotlarını da təqdim edib. Təbii müsavat olaraq mən də xatırladıram ki, dəyərli izləyicilər, demək Gültekin Hacıbəyli bundan bir ay öncə, o zaman da bizə qarşı kampaniya başlamış ki, Ramiz Mehdiyev, Ramiz Mehdiyev, o zaman mənim adımı taq edib bir status yazmışdılar ki, Ramiz Mehdiyev şousunu mətbuatda işıqlandıranlardan biri Sevinç Telman qızı və s. fotomu qoymuşdu, demək vəkillərdən biri və onun altında Gültekin Hacıbəyli yazmışdı ki, mən deyirəm ki, ölkədən qaçmamışam, yerimdəyəm, amma bu cür jurnalistlər, TV Musavatın, nə bilim, Yeni Musavat media qrupunun jurnalistləri üzümə dirənirlər ki, bəs sən qaçmısan, bunlar sabah öz uşaqlarını da gətirib mənə verərlər ki, bax, bunu analıq elə kimi özünə və səviyyəsinə layiq sözlər yazmışdı. Mən anlamıram, bir ay əvvəl mənim üzümə, sosial şəbəkədə onun da sübutları var, mənim üzümə dirənirdi ki, bəs mən buradayam, nə istəyirsiniz məndən? Yəni, jurnalistlər yalan yazmaqda ittiham edirdi, özünü isə ölkədə olduğu halda şər böhtana məruz qalmış kimi təqdim etməyə çalışırdı. Yəni, yalancının bəlkə də yaddaşı olmur deməkdir. Mən nəyə görə bunu bu ərəfədə xatırladıram? Yəni, jurnalistlərin üzərinə hücum etməmişdən əvvəl nəzərə alın ki, jurnalistlər nə yazırdılar? Jurnalistlər yazırdılar ki, Gültekin Hacıbəyli ölkədə deyil. Və həqiqətən də ölkədə deyildi. İndi orada oğlundan getmişdi, IELTS imtahanı verəcəkdi. Çünki deyir ki, IELTS imtahanı vermək üçün hətta Türk polisindən icazə istədim, mənə icazə vermədilər və s. Yəni biz nə səbəbdən gedib və yaxud nə səbəbdən orada da deyə bir şey yazmamışdı ki, Gültekin Hacıbəyli ölkədə yoxdur, ölkədən çıxıb deyirdik. Bizə deyirdi ki, siz yalancısınız, şərsiz, böhtansız, mən ölkədən heç yerə qaçmamışam filan. Amma indi deyir ki, mən sentyabrın 25-dən etibarən, sentyabrın neçəsindən deyir, sentyabrın konkret ayın tarixini indi deyəcəm, 25-dən etibarən mən Türkiyədəyim. Hə, nə oldu? İndi dekabrın 1-dir. Noyabrda yazırdıq ki, Gültekin Hacıbəyli ölkədə deyil, noyabrın əvvəlində bizim üzərimizə belə deyək də hücum eləyirdi. Mən bunları niyə deyirəm? Mən heç bir qadına heç bir həbs arzulamıram. Ümumiyyətlə də arzulamıram ki, qadınlar həbsdə yatsın və s. Amma mən deyirəm ki, situasiyada hansısa bir üzərinizə hansısa bir missiya düşübsə, hansısa bir iş üzrə dindirilirsə və s. hədəflə bağlı, yəni konkret cavabınızı istintaqla bağlı verin, üzərinizə sizə yönəldilən ittihamlarla bağlı cavab verin. İndi videolarınız ortadadır, Ramiz Mehdiyev elə tərifləyirsiniz ki, adam heç həyat yoldaşını və yaxud da ki, ailə üzvünü elə tərifləmir. Amma bizə deyirsiniz ki, mən Ramiz Mehdiyevin adamı deyiləm, siz Ramiz Mehdiyevin adamı və s. Yəni, bəzən biz heç kəsə heç nə demirik, bəzən faktlar danışır, özünüzün yazdığınız statuslar, öz videonuz danışandan sonra insanların üzərinə gəlməsəz daha minnətdar olaraq mən onu deməyə çalışıram. Və siz istintaqa çağırılmışsınızsa, gerçəkdən də iki ayaqlarınızla gedib istintaqa çatmışsınızsa, orada ifadə vermişsinizsə, polis sizi aparıbsa polis bölməsinə, ölkədən deport olunmuşsunuzsa və bu xəbərdirsə və bu xəbəri biz yayırıqsa, buna görə heç kəsi soya bilməzsiniz. Qısa konkret, hadisəyə fokuslanın, ittihamlara fokuslanın, ona cavab verməyə çalışın. Onlarla bağlı əgər sizin üzərinizə hansısa doğru olmayan bir ittiham gəlibsə, onu konkret olaraq sübut eləməyə çalışın ki, bu ittiham doğru deyil. Jurnalistlərin üzərinə saldırmaq, hücum eləmək heç bir parametrə sığmır. Dediyim kimi, jurnalistlər sizin sadəcə istintaq çərçivəsində sizin cəlb olunmağınızı yazıblar.